Salam dostum. Özünə Səyahət podkastına xoş gəlmisən. Bu podkastda şəxsi inkişafına əsaslı təsir edəcək və həyatının bəlkə də dönüş nöqtəsi olacaq bir mövzuya toxunacağam. Özünü tanımaq. Cəmiyyətin və sosial medianın səs-küyü arasında öz səsini, kimliyini itirmək çox asandır. Buna hər birimiz hər gün şahid oluruq. Özünü tanımanın nə qədər vacib olduğunu bilməyin üçün İlk olaraq 3 psixoloji əsası izah edəcəm. Daha sonra 5 metodu tövsiyə edəcəm. 1. Dəyərlər və qərar vermə. New York Universitetinin araşdırmalarına əsasən, şəxsi dəyərlərimizlə uyğun gələn qərarlar verdikdə beyindəki prefrontal korteks daha aktiv olur. Nədir bəs bu prefrontal korteks? Bu beynin mükafat mərkəzidir. Özünü tanıyıb, dəyərlərinə uyğun hərəkət edən insanlar qərarlarından daha çox məmnun qalır və daha az peşmançılıq yaşayırlar. Məsələn, öz istəyinlə bir iş görərsən və uğursuz olur, amma daha az peşman olursan, çünki öz istəyinlə etmisən. Ona görə də dəyərlərinin qərarlarına əsaslı təsiri var. 2. Emosional zəka. Özünü tanımaq emosional zəkanın təməlidir. Bəs nədir bu emosional zəka? Emosional zəkası yüksək insanlar və emosiyalarını tanıyan insanlar onları idarə etməyi və çətin vəziyyətlərdə sakit qalmağı bacarır. Bu həyatda çox vacibdir. Özünü tanımadıqda emosiyalarını da tanımırsan və tanımadığın bir şeyi heç vaxt idarə edə bilməzsən. 3-cü psixoloji əsas dürüstlük və həqiqət. Başqaları olmaq üçün enerjini sərf eləmə. Gündəlik həyatımızda insanlar adətən başqaları olmaq uğrunda həqiqətən də enerjilərini sərf eləyirlər və bunun üçün çox çətinlikdən keçirlər. Amma qayıdıb düşünmürlər ki, niyə də mən başqası olmaq əvəzinə özüm olmağa çalışmayım? Bunun başqa bir səbəbi var. Günümüzdə manipulyasiya o qədər təkmilləşib ki, özünün belə xəbəri olmadan başqası olmağa başlayırsan, İstər sosial medianın təsiri olsun, istər insanların işdə və sair kimi mühitdə manipulyasiya bacarıqlarının daha yaxşı olması sənin onlara çevrilmənə səbəb olur. Qısaca desək, özünə yadlaşırsan. Amma unutma, özünü olduğu kimi qəbul edən insanlar daha dərin, sağlam əlaqələr qurur və utanc hissinə daha davamlı olur. Bəs indi özünü tanımağa hardan başlayacağam? Bir vaxtlar mən də özümə eynən bu sualları vermişdim. Hardan başlayacağam və s. İnternetdə kifayət qədər mənbə var. Amma mən sənə onları araşdırıb, özümün də istifadə etdiyi 5 metodu bölüşəcəm. Metod 1. Dəyərlərin müəyyənləşdirilməsi. Dəyərlər həyatda ən çox əhəmiyyət verdiyimiz prinsiplərdir. Məsələn, dürüstlük, təhlükəsizlik, yaradıcılıq, ailə və s. kimi dəyərlərimiz ola bilər. Hansı ki, sənin üçün olmazsa olmaz və əvəz olunmazlardır. Bəs bu niyə gərəklidir? Washington Universitetinin tədqiqatları göstərir ki, şəxsi dəyərləri ilə uyğun hərəkət edən insanlar daha az stres yaşayır və həyatı daha mənalı yaşayırlar. Dəyərlərinizi bilmək, yox deməli olduğunu bilmək deməkdir. Yəni, bəzi problemlər olduğu zaman biz yox deyə bilmirik. Əsasən də bu münasibətdə baş verir. Yox deyə bilmədiyimiz zaman öz prinsiplərimiz tapdalanır və qarşı tərəfə daha çox imkan yaradıb, özümüzdən daha çox parça kəsib veririk. Hətta bu bizə psixoloji çox ziyan vurur. Dəyərlərini necə tapa bilərsən? Həyatında qürur duyduğun ən çətin 3 qərarı və ya 3 anı yaz. İstər bir həftə əvvəl olsun, istər bir ay əvvəl olsun, fərq etməz. Sadəcə anı və bu qərarları yaz. Məsələn, çətin olsa da həqiqəti deməyi seçmisən bir anda. Bu sənin dürüstlük dəyərini göstərir və sən dürüstlük dəyərinin fərqinə varmış olursan. Metod 2. Qəhrəmanların analizi.
Nədir bu qəhrəmanların analizi? Heyran olduğunuz insanları, tarixi şəxsiyyətlər olsun, sənətçilər olsun, müəllimlər olsun, dost olsun, bloqerlər olsun və s. fərq eləməz. Bunları təhlil etmək. Psixologiyada buna modelləşmə deyilir. Heyran olduğumuz xüsusiyyətlər bizim olmaq istədiyimiz ideal mən haqqında məlumat verir. Bizim cəsarətli olduğunu düşündüyümüz birindəki cəsarət bizim daxilimizdəki inkişaf etdirməli olduğumuz cəsarətdir. Başqasında görürük, başqası kimi olmağa çalışırıq, amma düşünmürük biz niyə onun kimi olmaq istəyirik. Həmin insanda gördüyümüz müəyyən bir xüsusiyyət və yaxud da bir cəsarət əslində bizdə də var. Sadəcə biz ora fokuslanmırıq. Başqasında görüb başqası olmağa çalışırıq. Bunun praktikası belədir. Heyran olduğun 3 şəxsi yaz. Fərq eləməz, bloger olsun, müəllim olsun, dostun olsun və s. Onların hansı 3 xüsusiyyəti sənin üçün ən cəlbedici olub? Məsələn, həmin insanların davamlılığı olsun, vizyonu olsun və s. Davamında bu xüsusiyyətləri özün gücləndirməlisən. Metod 3. Zəif tərəfləri gücə çevirmək. Əksəriyyətimiz özümüzə zəif göstərməmək üçün zəif tərəflərimizi daim gizlədirik. Hətta onları görməzdən gəlirik. Mənimsə sənə tövsiyəm, zəif tərəflərini gizlətmək əvəzinə onların arxasında yatan güclü tərəflərini aşkar elə. Biraz qulağa qarmaşıq gəlir, amma bir ifadə deyib onun üzərindən izah edəcəm. Viktor Franklin belə deyib, özünə xas olan bir şeyi dəyişmək iqtidarında deyilsənsə, ona qarşı olan münasibətini dəyişmək iqtidarındasan. Məsələn, həssaslıq bir çoxları üçün zəiflikdir. Amma əslində bu, yüksək empatiyaya sahib olduğunu və dərin əlaqələr qura biləcəyini göstərir. Bunun praktikası belədir. Özündə bəyənmədiyin bir şey yaz. Tutaq ki, həddindən artıq ehtiyatlıyam. İndi ona müsbət mənada bax. Ehtiyatlı olmaq nədir? Yüksək risk şüuru və düşünülmüş hərəkət etmək bacarığı deməkdir. Təbriklər, artıq unikal müdafiə mexanizminə sahib olduğunun fərqinə vardın. Qulağa necə də xoş səslənir və özünü daha da dəyərli hiss elədin bunu bildikdən sonra. Metod 4. Pik məqamlarını tapmaq. Heç olub ki, bir işlə məşğul olmusan, zamanın necə keçdiyinin fərqinə varmamısan və tamamilə diqqətini ona vermisən. Bu anlar sənin bacarıqlarını, dərin maraqlarını və əsas motivasiyalarını göstərir. Araşdırmalar belə göstərir ki, işində daha çox, bayaq dediyim pik məqamı yaşayan işçilər daha məhsuldar və xoşbəxt olurlar. Bunu necə tapa bilərsən? Ən son səni pik vəziyyətinə salan 3 şeyə yaz. Yazmaq həqiqətən də çox vacibdir. Yazmasan fərqinə varmayacaqsan. Və bu yazdığın 3 pik vəziyyət sənin hansı sahədə həqiqətən də parlayacağını göstərir. Metod 5. Kölgə günlük metodu. Sonuncu və xüsusilə tövsiyə etdiyim bir metoddur. Bu metod sadəcə bir günlük yazmaq deyil, gün ərzində başına gələn və səni qıcıqlandıran, hissləndirən, həddindən artıq sevindirən şeyləri qeyd etməlisən. Bəs bunun nə əhəmiyyəti var? Psixologiyada bu proyeksiya adlanır. Nədir bu proyeksiya? Başqalarında sevmədiyimiz və həddindən artıq sevdiyimiz şeylər əslində bizim şuur altımızı və ya qəbul etmədiyimiz tərəflərimizi əks etdirə bilər. Bir sual ver. Əsasən də bu gün ərzində daha çox keçirdiyin bir hisslə bağlı olsun. İstər daha çox sevindiyin məqam olsun, istər daha çox əsəbləşdiyin bir məqam olsun. Məsələn, bu gün məni filan kəs niyə bu qədər əsəbləşdirdi sualına yaz. Cavabı bəlkə də onun azadlığına həsəd aparmağındır ya da və s. Bunların fərqinə yazdıqdan sonra varacaqsan. Özünü tanımaq çətin deyil. Sadəcə özünə qarşı həqiqətən də dürüst olmalısan. Bu 5 əsas metod, kölgə günlük, pik məqamlar, dəyərlər, qəhrəman analizi, zəiflikləri gücə çevirmək sənə möhkəm bir bünövrə verəcək
Və unutma, cəmiyyət sənə kim olduğunu söyləyəcək. Amma bu səs-küyü susturub daxili səsini dinləmək sənin əlindədir. Ən əsası, təkrar olunmazlığın ən böyük gücündür. Bu həyatında bəlkə də ən vacib olacaq ifadələrdən biridir. Dinlədiyin üçün təşəkkürlər. Səyahətində uğurlar.